Salam əziz müəllimlər, xoş gördük hər birinizi. Bugünkü mövzumuz təfəkkür və təfəkkürün növlərindən biri olan məntiqi təfəkkür haqqında bəhs edəcəyik. Gəlin ilk olaraq təfəkkür anlayışının nə demək olduğunu öyrənək. Təfəkkür insanın düşünə bilmə qabiliyyətidir. Düşüncəmizlə bağlı olan bir prosesdir. Yəni düşünmə prosesidir. Təfəkkür insanın idraki fəaliyyətidir və təfəkkürümüz biz düşünməyə başlayan an işə düşür müəllimlər. Ümumiyyətlə təfəkkür olmadan biz ətrafımızda baş verənləri dərk edə bilməkdə, baş verənləri həll edə bilməkdə və bütün bunları aradan qaldıra bilməkdə çətinlik yaşayarıq. Düzdürmü? Deməli, təfəkkür deyirik ki, düşünmə prosesidir və idraki bir prosesdir. Deyək ki, müəllimlər, təfəkkürün formalaşması zamanı şagirdlərdə müəyyən bacarıqlar da formalaşır. Bəs səmərəli düşünən şagird nəyi bacarmalıdır? Təbii ki, səmərəli düşünən şagird təfəkkürün hər üç növünə aid olan bacarıqları sahib ola bilər. Məsələn, bunlar hansılar ola bilər? Fikirlərinin formalaşdırılması, fikrini ifadə edə bilməsi, nitqini düzgün təşkil etməsi, nəticə çıxara bilməsi, hadisələri düzgün təhlil edə bilməsi, informasiyanı məqsədyönlü şəkildə istifadə etməsi, şəxsi fikirlərin formalaşması və başqasına ötürməsi, mühakimə yürütmək, münasibət bildirmək, fikrini əsaslandırmaq, həmçinin problemin həllinə divergent və konvergent yanaşma göstərmək və sair təbii ki, əlavə edə bilərik buna daha da çox. Bütün bunlar səmərəli düşünən şagirdin bacarıqlarına aiddir. Yəni, təfəkkürün hər üç növü formalaşmış şagirdlərdə bu bacarıqların formalaşacaqdır. Gəlin təfəkkürün növlərindən bəhs eləyək. Təfəkkürün üç əsas növü var: məntiqi, tənqidi və yaradıcı təfəkkür. Bunlardan ilk olaraq biz məntiqi təfəkkürlə tanış olacağıq. Məntiqi təfəkkür özündə aşağıdakıları əks etdirir. Ümumiyyətlə məntiqi təfəkkürü belə deyək də, məntiqi proseslərin əlaqələndirilməsidir. Yəni biz hər hansı bir prosesin səbəbini, nəticəsinin əlaqələndirməyimiz, hər hansı bir problemi sadə yolla həll etməyimiz, hər hansı bir məsələyə, problemə sadə həll yolları tapmağımız bizim məntiqi təfəkkürümüzlə əlaqəlidir. Və biz məntiqi təfəkkürü şagirdlərdə formalaşdırmaq üçün müxtəlif yollardan istifadə edə bilərik. Ümumiyyətlə, məntiqi təfəkkürü formalaşdırmaq üçün məntiqi, intellektual oyunların təşkil edilməsi, misal məsələ həllərinin edilməsi, həmçinin strateji oyunlardır, şahmat məsələn buna nümunə göstərə bilərik, təşkil edilməsi, həmçinin şagirdlərə biz tapşırıq verərkən öyrəndiklərini qruplaşdırması, ümumiləşdirməsi, əlaqələndirilməsini soruşa bilərik. Öyrəndiyi mövzunun müqayisə etməsi, fərqləndirməsini ilə bağlı tapşırıqlar verə bilərik. Hər hansı bir mövzunun, mətnin haqqında nəticə çıxarmaları və bununla bağlı nümunələr göstərmələri, misal çəkmələrini tələb edə bilərik ki, bu da şagirdlərin məntiqi düşüncə, məntiqi təfəkkür bacarıqlarını formalaşdırır. Deməli, məntiqi təfəkkür özlüyündə bunları əks etdirir. Yaxşı, ümumiyyətlə isə belə deyək, məntiqi təfəkkür məsələlərin həllində ən sadə düşünmə yoludur. Və tənqidi yaradıcı təfəkkürün formalaşması üçün məntiqi təfəkkürün inkişafı vacibdir. Deməli, hər iki təfəkkürün formalaşması məntiqi təfəkkürdən asılıdır. Bizim məntiqi təfəkkürümüz inkişaf etməlidir ki, tənqidi və yaradıcı təfəkkürümüz də formalaşa bilsin. Gəldik düşünmə formalarına. Təbii ki, təfəkkürün növlərindən bəhs etdiyimiz zaman digər tənqidi və yaradıcı təfəkkür haqqında növbəti dərslərdə öyrənəcəyik. Ümumiyyətlə, bu təfəkkürlərin formalaşmasında düşünmə formaları əsas rol oynayır. Yəni, düşünmə formaları burada vacibdir. Düşünmə formalarının bir çox növü var. Gəlin bir-bir hər birisi ilə ayrı-ayrılıqda tanış olaq. Deməli, ilk olaraq başlayacağıq induktiv və deduktiv düşünmədən. Bir dəqiqə.
Deməli müəllimlər, induktiv düşünmə, induksiya da deyə bilərik buna. Nə deməkdir? İnduksiya nümunələrə baxıb onları bir prinsip altında birləşdirmək, yəni nümunələrdən ümumi prinsipə, yəni xüsusidən ümumiyə doğru getmək deməkdir. Gəlin bunu daha aydınlaşdıraq. Deməli induksiya nədir? Xüsusi düşüncədən ümumi prinsipə doğru getmək deməkdir. Yəni induksiyada müəllimlər nümunələr veriləcək və biz o nümunələri ümumi prinsip altında birləşdirəcəyik və yaxud da buna belə deyək, verilən nümunələr əsasında ümumi bir qayda çıxaracağıq ki, bu induktiv düşünməyə aiddir. Məsələn, buna nümunələrlə necə izah verək? Məsələn, baxın, deyir ki, durna və leylək köçəri quşlardır. Hər ikisi qışda isti ölkələrə uçur. Deməli, köçəri quşların qışda isti ölkələrə uçmaq kimi xüsusiyyəti var. Bu induktiv düşünməyə bir nümunədir. Gəlin analiz edək bu situasiyanı. İlk olaraq bizə nə verir? Nümunə göstərir. Nümunəmiz nədir? Durna və leylək. Deməli, biz quşlardan bəhs edirik. Amma quşlar haqqında ilk olaraq bizə nümunə göstərir. Durna və leyləyi bizə nümunə göstərəcək. Durna və leylək köçəri quşlardır. Aha, aydındır. Bizim nümunəmiz var quşlar haqqında, durna və leylək. Daha sonra deyir ki, hər ikisi qışda isti ölkələrə uçur. Və sonda fikrini ümumiləşdirir. Deməli, deyir, köçəri quşların qışda isti ölkələrə uçmaq kimi xüsusiyyəti var. Deməli, bizə əvvəlcə nümunə verilir. Daha sonra o nümunələr ümumi prinsip altında birləşdirilərək qeyd edilir ki, köçəri quşların qışda isti ölkələrə uçmaq kimi xüsusiyyəti var. Deməli, biz nümunələrdən ümumi qaydaya getdik. Yaxşı. Digər nümunəyə baxaq. Küçədə maskasız gəzən şəxsi polis saxlayıb, qaydanı pozduğuna görə cərimələyir. Cərimələnmiş şəxs bundan sonra çölə maskasız çıxmır. Diqqət edirsinizsə, xüsusi bir hal yarandı. Yəni, şəxs maskasız çölə çıxdığı üçün cərimələnir. Düzdür? Bu xüsusi bir hadisədir. Bu hadisədən sonra həmin şəxs ümumi bir prinsipə sahib olur ki, deməli, çölə çıxanda maskasız çıxmamalıq. Bu qaydadır. Deməli, biz nə etdik? Baş verən xüsusi bir hadisədən ümumi bir qayda çıxartdıq. Cəzalandıqdan sonra biz qaydanı bildik. Deməli, biz qaydanı sonradan biliriksə, bu artıq olacaq induktiv düşünmə. Deməli, induktiv düşünmədə ilk olaraq nümunələr olmalıdır, daha sonra qayda müəyyənləşdirməliyik. Və yaxud da induktiv düşünmədə öncə xüsusi bir hal baş verməlidir, sonra biz onu ümumi prinsip altında birləşdirməliyik. Və yaxud da başqa nümunə göstərək. Deyirik ki, kitab nə sualına cavab verir? Yəni, kitab nə sualına cavab verir? İkinci bir hökm olaraq deyək ki, nə sualına cavab verən isim, yəni adlanır. Deməli, belə nəticəyə gəldik ki, birinci nümunə verildi kitab sözü və kitab nə sualına cavab verilir dedi. Daha sonra qayda çıxdı ki, yəni nə ismin suallarından biridir. Yəni nə sualına cavab verən əşyalar isim adlanır. Deməli, birinci nümunə verildi, sonra mən qaydanı müəyyənləşdirdim. Yenə də qeyd edirəm, əvvəlcə nümunələr verilir və o nümunələr əsasında biz qaydaya gəliriksə, deməli nədir? Bu artıq olacaq induktiv düşünmə. Və ya başqa nümunə, deyir pinqvin quşdur, pinqvinlər uça bilmir. Ona görə də bütün quşlar uça bilməz. Yenə də mən nümunə çəkdim. Nəyi? Pinqvini. Nə dedim? Dedim pinqvin quşdur. Quşun növlərindən biri olaraq pinqvinə nümunə çəkdim. Və dedim pinqvinlər uça bilmir və pinqvin haqqında bir xüsusiyyət irəli sürdüm. Daha sonra fikrimi ümumiləşdirdim ki, ona görə də bütün quşlar uça bilməz. Yəqin ki, aydın oldu müəllimlər. Nümunə verdim və nümunə əsasında ümumi prinsipə gəldim ki, bu induktiv düşünmədir. Nümunədən qaydaya, xüsusi düşüncədən ümumi düşüncəyə gedərsək, bu induktiv düşünmədir. Keçək deduktiv düşünməyə. Deduksiya isə bunun tam əksisidir, müəllimlər. Yəni, artıq deduktiv düşünmədə induksiyanın tam əksi olaraq əvvəlcə qayda veriləcək və qayda əsasında biz nümunə göstərərək nəticəyə gələcəyik. Məsələn, az öncə kitabı İsmail nümunə göstərdi. İndi tam onun əksini fikirləşək. Deyirəm ki, isim əşyanın adını bildirir, kim, nə, hara sualına cavab verir. Kitab sözü nə sualına cavab verir? Deməli, kitab
isimdir. Diqqət etdinizsə, mən birinci qaydanı dedim. Daha sonra qaydaya uyğun nümunə göstərib nəticə çıxardım. Deməli, bu hansı düşünmə forması olacaq? Deduktiv düşünmə. İnduksiyada biz əvvəlcə nümunə deyib sonra qayda deyirdik və yaxud da xüsusi bir hadisə baş verirdi, ondan ümumi bir nəticə çıxardırdıq özümüzə. Deduksiyada təməkküsü olaraq əvvəlcə qayda verilir, sonra ona aid biz nümunə göstəririk və yaxud da ümumi bir hadisə baş verdikdən sonra xüsusi nəticəyə gəlirik. Deməli, qaydadan nümunəyə və yaxud da ümumi prinsipdən xüsusi prinsipə doğru irəliləmək deduktiv düşünməyə aiddir. Gəlin başqa nümunələrlə daha da aydınlaşdıraq. Ağacların su verilmədən böyümədiyini bilən şagird hər gün həyətdəki ağaclara su verir. Deməli, ümumi bir fikri bilir şagird. Bu bir ümumi prinsipdir. Yəni, ağacları biz bilirik ki, sulamalıyıq ki, ağaclar böyüsün. Bu qaydadır, düzdürmü? Və bunu biləndən sonra şagird hər gün həyətdəki ağaclara su verir. Deməli, ümumi fikirdən xüsusi bir nəticəyə gəldim. Əvvəlcə qaydanı bildim, sonra onun əsasında xüsusi bir prosesi yerinə yetirdim. Digər nümunəyə baxaq. Xüsusi isimlərin böyük hərflə yazıldığını bilən şagird imla yazan zaman şəhər adını böyük hərflə yazır. Yenə də qayda əvvəldədir. Qaydanı şagird bilir ki, xüsusi isimlər böyük hərflə yazılır və nəticə, xüsusi nəticəyi nəyə çıxartdıq? İmla yazarkən təbii ki, şəhər adını şagird böyük hərflə yazır. Deməli, qaydadan nümunəyə gəldik. Ümumi prinsipdən xüsusi prinsipə gəldik. Bu isə deduktiv düşünmə oldu. Deməli, induksiya və deduksiya bir-birinin əksidir. Yenə də qeyd edirəm, təkrar qeyd edirəm. İnduktiv düşünmədə ilk olaraq nümunə verilir və nümunədən biz ümumi qaydaya gedirik. Deduktiv düşünmədə isə ilk olaraq biz qaydanı bilirik və ondan xüsusi nəticə çıxardırıq və yaxud da onunla bağlı nümunəyə gətiririk. Bax, bu induktiv və deduktiv düşünməyə aiddir. Keçək növbəti düşünmə formalarımıza. Növbəti düşünmə formamız ardıcıl düşünmə formasıdır. Ümumiyyətlə bizim məntiqi təfəkkürümüzün formalaşmasında təbii ki, ardıcıl düşünmənin böyük rolu var. Ardıcıl düşünmə addım-addım mərhələli düşünməyi özündə əks etdirir. Hər hansı bir hadisənin necə davam etməsini, səbəb-nəticə əlaqəsinin tapılmasını, şərt və əsaslandırmanı özündə əks etdirir. Yəni, ardıcıl düşünməyi bacaran şagird mərhələli irəliləməyi bacarır. Bir addımı bitirəndən sonra digərinə keçir. Çünki bu addımlar bir-biri ilə bağlıdır. Nizamlılıq təşkil edir. Deməli, ardıcıl düşünmədə nə var? Nizamlılıq. Yəni, mən birinci addımı bitirməmiş, digər addıma keçid edə bilmərəm. Birinci addımı bitirməliyəm, sonra ikinci addıma keçib üçü davam etdirməliyəm. Yəni, mən birdən-birə birinci addımdan üçüncü addıma keçə bilmərəm. Baxın, ardıcıl düşünmə bunu əks etdirir. Deməli, ardıcıl düşünmədə nə var? Addım-addım nizamlı şəkildə irəliləmək var. Yəni, birini bitirdikdən sonra digər addıma keçid var. Bu ardıcıl düşünmədir və ardıcıl düşünmə yenə də qeyd edirəm bizim məntiqi təfəkkürümüzün formalaşmasında böyük rol oynayır ardıcıl düşünmə forması. Gəlin bununla bağlı nümunəyə baxaq. Baxın, deyir ki, müəllim çayın tarladan süfrəmizə qədər gəlib çatması prosesi haqqında araşdırma aparmağını şagirdlərə tapşırır. Deməli, müəllim çayın tarladan süfrəmizə qədər gəlib çatması. Deməli, çay tarladan süfrəmizə gəlib çatana qədər müəyyən addımlardan keçir. Düzdür? Yəni, tarlada onun əkilməsi, becərilməsi, toplanıb yığılması, müəyyən emal prosesindən keçməsi, qablaşdırılması, dükanlara verilməsi və bizim gedib almağımız və süfrəmizə qədər gəlib çatması prosesi. Diqqət etdinizsə, nizamlı şəkildə, əlaqəli şəkildə gəldik, biz ardıcıl düşünməni yerinə yetirdik. Biz əkib, becərməmiş, toplamamış birdən-birə emal edə bilərik? Yox. Gərək birinci əkilsin, becərilsin, toplanılsın ki, sonra emal prosesinə gəlsin. Deməli, bax, bu ardıcıllıq addım-addım prosesin irəliləməsi deməkdir. Bu ardıcıl düşünmədir. İkinci nümunə. Bir misal həlli verilib. Burada toplama da var, vurma da var və mötərizə əməli də var. Biz bunu həll edərkən necə edirik?
ardıcıl etməliyik, düzdür? Yəni mən mötərizənin içərisindəkini həll etməmiş toplamanı edə bilmərəm. Birinci gərək biz mötərizənin içərisindəki həll edək, daha sonra vurma prosesini həll edək, daha sonra toplama və yaxud da çıxma varsa onu həll edəcəyik. Yəni mən birdən-birə yenə də qeyd edirəm, mötərizənin içərisində və yaxud da vurma bölməni etməmiş toplama çıxmanı edə bilmərəm. Yəni əməli ardıcılığı addım-addım prosesi yerinə yetirərək edəcəm. Baxın, bu da nədir? Ardıcıl düşünməyə bir nümunədir. Ardıcıl düşünmədə prosesin addım-addım ardıcılıqla irəliləməsi var. Və keçdik növbəti sualımıza. Buna başqa da nə nümunə göstərə bilərik? Məsələn, tutaq ki, müəllim şagirdlərə texniki bitkilərin becərilməsi ilə bağlı bir təqdimat hazırlamağı tapşırır. Şagird bu təqdimatı hazırlayanda prosesi ardıcılıqla yerinə yetirməlidir. Yəni, birinci bu mövzu haqqında araşdırma aparacaq, toplayacaq, onu emal edəcək, Word proqramında yığacaq, daha sonra onunla bağlı digər slaydları hazırlayacaq və çıxışını hazırlayacaq. Yəni, bu prosesləri necə edəcək? Ardıcılıqla və addım-addım prosesi yerinə yetirəcək. Bu da nədir? Ardıcıl düşünməyə bir nümunədir. Yenə də deyirəm, ardıcıl düşünmədə biz bu prosesi yerinə yetirməmiş digər bir prosesə keçid edə bilmərik. Yəni, proseslər addım-addım irəliləməlidir, nizamlı şəkildə irəliləməlidir. Növbəti düşünmə formalarından biri verbal düşünmə formasıdır. Verbal düşünmə nədir? Verbal düşünmə səsli düşünmədir. Yəni, hal-hazırda bizim fikirlərimizi, düşüncələrimizi səsli şəkildə dilə gətirməyimiz verbal düşünməyə aiddir. Deməli, düşüncələri dilə gətirmək, fikri ifadə etmək bacarığıdır. Danışarkən şagird düşüncələrini yönəldir, sonra bu proses daha mürəkkəb formaya keçərək daxili nitqə çevrilir. Amma ilkin mərhələdə bu proses səsli şəkildə, yəni səsli düşünmə getməlidir. Verbal düşünmə zamanı insan özünü eşitdiyi üçün fikirlərini sanki daha aydın olur. Bu verbal düşünmə deyəndə bəzən olur biz səsli şəkildə düşünürük. Məsələn, fikir yürüdəndə və yaxud da düşüncələrimizi dilə gətirəndə səsli şəkildə dilə gətiririk. Daxili nitq nədir bəs? Məsələn, biz müəyyən bir çıxışımız olacaq və o çıxış mətnini biz əzbərləyirik. Əvvəlcə ürəyimizdə, yəni ürəyimizdə başlayırıq onu nə etməyə? Fikirləşməyə, düşünməyə ki, hə, mən bu mətndə çıxış edərkən birinci buradan başlamalıyam, sonra bunu deməliyəm, sonra bu şəkildə davam etməliyəm. Yəni, biz bunu artıq ürəyimizdə, beynimizdə dilə gətirmədən düşünürük. Bax, bu bir növ daxili nitqdir. Daha sonra biz dilə gətiririk düşüncələrimizi. Ümumiyyətlə, yenə də qeyd edirəm, fikirlərimizi, düşüncələrimizi dilə gətirməyimiz, ifadə etməyimiz. Bəzən bəzi insanlar var ki, deyirik ki, gör nə qəşəng düşüncələrini, fikirlərini dilə gətirir. Özünü gör necə gözəl ifadə edə bilir. Deməli, bu şəxsdə verbal düşünmə forması nə edibdir? Formalaşıbdır. Məsələn, bir çıxış olur, həmişə bu çıxışı mətnini bir şəxsə verilir və o şagird həmişə bu çıxışı dilə gətirir. Deməli, bu şagirddə verbal düşünmə var, fikirlərini düzgün ifadə edə bilir, fikirlərini auditoriyaya düzgün çatdıra bilir və verbal düşüncəsi formalaşmış olur. Baxın, verbal düşünmə bu deməkdir. Və qeyri-verbal düşünmə. Qeyri-verbal düşünmə nədir? Qeyri-verbal düşünmə hər hansı bir informasiyanı emal edərkən, problemi həll edərkən görsəl, vizual mühakiməyə əsaslanmaq bacarığıdır. Yəni, deməli, qeyri-verbal düşünmədə görsəl, vizual mühakimə olacaq və qeyri-verbal düşünmə nədir? Görsəl olaraq bir növ, necə deyək, fikirlərimizi, məsəl üçün, hər hansı bir şəkil, hekayə, maket yaratmağımız, yəni vizual görsəl mühakimədə də şəkil olsun, heykəl olsun, maket olsun və yaxud da qeyri-verbal düşünməyə xəritə ilə işləmək deyə bilərik. Yəni, bəzi şagirdlər məsələn, fikirlərini, düşüncələrini dilə gətirərək ifadə edir. Bəziləri qeyri-verbal şəkildə, yəni xəritədə işləyərək, kompasdan istifadə edərək, cədvəl, diaqram, sxemlər, çertyojlar quraraq nə edir? Düşüncələrini dilə gətirir. Yəni, düşüncələrini daha doğrusu bu şəkildə, qeyri-verbal şəkildə, vizual şəkildə göstərir. Qeyri-verbal düşünmə, məsəl üçün, bəzən olur ki, gedəcəyimiz yolu belə deyək də, beynimizdə o deyir, vizuallaşdırmağımızda, təsəvvürümüzdə canlandırmağımızda, hər hansı bir prosesi təsəvvürümüzdə canlandırmaq. Məsələn, mən alma çəkəcəm, almanı əvvəlcə təsəvvürümdə vizuallaşdırıram, daha sonra onun şəklini çəkirəm. Bu nədir? Qeyri-verbal düşünmə formasıdır. Düzdür?
Daha sonra qeyri-verbal düşünmədə proqnozlaşdırma da var. Nəticələrə gələ bilmək və planlaşdırmaq, proqnoz verməyin əsasıdır. Necə? Məsələn, qeyri-verbal düşünmədə vizual deyirik mühakimədə. Məsələn, mən bu gün havaya baxıram, deyirəm ki, hava tutulubdur, bozdur, qara buludlar gəlibdir. Vizualda da bu görmə, görərək mühakimə yürüdürəm və proqnozlaşdırıram ki, hə, hava bulutludursa, qara buludlar gəlibsə, deməli yağış yağma ehtimalı var. Bax, bu da nədir? Qeyri-verbal düşünmə formasıdır. Yəni mən artıq onu vizuallaşdırıram, təsəvvürümdə canlandırıram və buna əsasən düşünürəm, belə deyək. Bu nədir? Qeyri-verbal düşünmə. Vizual mühakiməyə əsaslanır və təsəvvürümüzdə vizuallaşdırmağımızdır. Bu isə oldu qeyri-verbal düşünmə forması. Keçid edirik digər düşünmə forması, sistemli düşünmə forması. Gəlin sistemli düşünmə haqqında bəhs edək. Ümumiyyətlə, bəzən müəllimlər ardıcıl və sistemli düşünməni bir-biri ilə qarışdırır. Amma bu gün biraz onların fərqindən də bəhs eləyəcəyik. Deməli, sistemli düşünmə nədir? Sistemli düşünmə bizi əhatən anlayışların, konsepsiyaların, ideyaları deyə təhlil etmək, hissələri parçalamaq, düzgün bölüşdürmək, daha da yaxşılaşdırmaq bacarıdır. Sistemli düşünmə ətrafdakıların bir-birinə təsirini anlamağa xidmət edir. Yəni, sistemli düşünmədə ətrafda baş verən proseslərin bir-birinə təsiri var. Amma ardıcıllıq yoxdur burada. Məsələn, ardıcıl düşünmədə deyirdik ki, proseslər addım-addım gedir. Amma sistemli düşünmədə addım-addım getmə deyə bir şey yoxdur. Sadəcə olaraq baş verən proseslərin bir-birinə zəncirvari, sistemli şəkildə əlaqələndirilməsi. Yəni, baş verən prosesin sonda nə ilə nəticələnməsi, yəni bir-biri ilə təsiri, qarşılıqlı əlaqəsindən bəhs edirik. Məsələn, bunu daha yaxşı nümunələrlə, yəni nümunə göstərərək fərqləndirə bilirik. Dedik, sistemli düşünmədə bir-biri ilə əlaqəli hadisələrin sistemli şəkildə düşünülməsi var. Bu nə deməkdir? Məsələn, baxın, deyək, suyun çirkləndirilməsi dənizdəki canlıların bundan zərər görməsi ilə nəticələnir. Canlıların orqanizmdə toksit maddələrin səviyyəsi artır ki, bu da insanların dəniz məhsulları ilə qidalanması zamanı elə insanın özünə mənfi təsir göstərir. Baxın, suyun çirklənməsi sistemli şəkildə digər hadisələrin bir-biri ilə əlaqələnməsinə kömək eləyir. Yəni, suyun çirklənməsi əlaqələndirir orada yaşayan balıqları, orada yaşayan balıqların zəhərli maddələrin yaranmasına səbəb olur, səviyyəsinin artmasına səbəb olur. Biz də balıqlarla qidalananda bu da bizə təsir olur. Yəni, sistemli şəkildə, zəncirvari şəkildə suyun çirklənməsi digər hadisələrin baş verməsinə səbəb oldu. Və yaxud da maşınlardan və yaxud da zavodlardan çıxan zərərli maddələrin havaya qarışır. Havaya qarışması nəticəsində oksigen azalır, karbon qazı artır. Bu da insanların tənəffüs sisteminə və yaxud da digər canlıların inkişafına mane olur. Deməli, tüstülərin, zərərli qazların yaranması sistemli şəkildə digər hadisələrin də bir-biri ilə əlaqələnməsinə təsir edir. Baxın, burada heç bir ardıcıllıq demədim ki. Demədim ki, mütləq havada zavod qazları varsa, deməli mütləq birinci bu hadisə baş verməlidir, sonra o birisi hadisə baş verməlidir. Bunu demədik, düzdür? Çünki bu şəkildə ardıcıl düşünmədir. Amma sistemli düşünmədə ardıcıllıq yoxdur, müəllimlər. Addım-addım biz prosedural bilikdən bəhs eləyirdik, yadınızda gəlsə. Deyirdik, prosedural bilikdə baş verən proseslər bir-birindən ardıcıllıq şəkildə baş verir, alqoritm var. Baxın, ardıcıl düşünməni də o şəkildə yadınızda saxlayın. Amma sistemli düşünmədə belə bir hadisə yoxdur. Məsələn, sistemli düşünməyə başqa nə nümunə göstərə bilərik? Məsələn, meşəyə gedirlər istirahətə insanlar və məsələn, orada ocaq qalıyırlar və ocağı söndürmədən gedirlər. Və ocağı söndürmədikləri üçün ocaq getdikcə böyüyür, yanğın, meşədə yanğın hadisəsi baş verir, ağaclar məhv olur. Ağacların məhv olması biz bilirik ki, meşələr oksigen mənbəyidir. Oksigenin yenə azalmasına səbəb olacaq. Oradakı yaşayan canlıların məhv olmasına səbəb olacaq. Yəni, bir dənə insanın meşədə ocaq qalanması sistemli şəkildə digər hadisələrin əlaqələnməsi ilə başa çatır. Bu, sistemli düşünmədir, müəllimlər. Yəqin ki, hər birinizə aydın oldu.
Yəni bu sistemli düşünməyə aiddir. Sistemli şəkildə bir-biri ilə əlaqəli hadisələrin baş verdiyi düşünmə prosesidir. Sistemli düşünməklə ardıcıl düşünmənin fərqini yenə də deyirəm. Ardıcıl düşünmədə müəyyən nizamlılıq var, ardıcıllıq var. Bir addımı bitirməmiş digər addıma keçid edə bilmirəm. Amma sistemli düşünmədə bu ardıcıllıq yoxdur. Keçid edirik növbəti düşünmə formasına. Növbəti düşünmə forması analoji düşünmədir. Analoji düşünmə müəllimlər eyniləşdirmə deməkdir, oxşarlıq deməkdir. İki və ya daha artıq hadisə, anlayış, sistem və s. arasında olan oxşarlıqların, eyniliklərin müəyyənləşdirilməsinə xidmət edən düşünmə bacarığıdır. Məsələn üçün, buna necə bir nümunə göstərə bilərik? Yəni bu bizdə müqayisə bacarığını da formalaşdırır. Analoji düşünmə istər-istəməz bizdə müqayisə bacarığını da formalaşdırır ki, bu da məntiqi düşüncəmizin formalaşmasına kömək edir. Deməli, analoji düşünməyə belə bir nümunə göstərə bilərik. Pianoda ifa etmək. Baxın, pianoda deyir ifa etmək üçün lazım olan bilikləri uşaq digər klavişli, yəni dilli alətlərdə də tətbiq edə bilər. Yəni piano klavişli, dilli alətdir. Şagird əgər pianoda çalmağı bilirsə, digər dilli klavişli alətlərdə də çala bilər. Və yaxud da saz simli alətdir. Şagird sazda çala bilirsə, deməli digər simli alətlərdə də çala bilər. Deməli mən sazı digər simli alətlərlə eyniləşdirdim. Oxşarlıqlarını qeyd edə bilərəm burada, çatdıra bilərəm məsələn şagirdlərə. Və yaxud da 2-ci və 1-ci Dünya müharibəsinin oxşarlıqlarını müəyyən edin deyir. Bu analoji düşünmədir. Hər ikisində olan oxşarlıqları müəyyənləşdirəcəm. Düzdürmü? Deməli, analoji düşünmədə oxşarlıq var, eyniləşdirmə var. Yəni bəzən olur, məsələn bir uşaq tutalım nümunə göstərək. Məsələn bir uşaq həmişə başqa bir uşaqla özünü müqayisə edir və eyniləşdirməyə çalışır. Məsələn deyir ki, mənim də yaşım bu qədərdir, onun da yaşı bu qədərdir, amma onun ailəsi ona telefon alır, siz mənə almırsınız. Niyə etdi? Yəni şagird özünü başqa şagirdlə eyniləşdirdi. Bax bu analoji düşünmədir. Analoji düşünməyə başqa nümunələr də var. Məsəl üçün ola bilər təyyarənin qanadlarının quşun qanadları ilə bənzətmək kimi. Bu da analoji düşünməyə aiddir. Bu daha çox biraz yaradıcı analoji düşünmədir. Məsələn deyirik ki, təyyarənin qanadları da var, quşun qanadları da var. Quşun qanadları da ona nəyə üçün kömək edir? Təyyarənin də qanadları eyni funksiyanı yerinə yetirir. Bax bu cür oxşarlıqların qeyd edilməsi eyniləşdirmə analoji düşünmə formasına aid olacaq. Daha sonra, ümumiyyətlə analoji düşünməni yaradıcı təfəkkürdə də qeyd edəcəyik, amma yaradıcı təfəkkürdə daha yaradıcı eyniləşdirmə, oxşarlıq olacaq. Az öncə qeyd etdiyim kimi, quşun qanadına əsasən təyyarənin yaradılması və yaxud da cırcıramaya əsasən vertolyotun yaradılması, yəni bu kimi buna bənzər nümunələrlə analoji düşünməni qeyd edəcəyik. Və keçdik növbəti düşüncə formasına. Növbəti düşüncə forması analitik düşüncədir. Müəllimlər, analitik. Analitik düşüncə nədir? Gəlin bir baxaq görək analitik düşüncə deyəndə nə nəzərdə tutulur. Analitik düşüncə fərdin qarşılaşdığı problemləri tez və təsirli şəkildə həll etməsini təmin edən düşüncə metodudur. Yəni biz analitik düşüncədə daha mürəkkəb və çətin problemlərin mənbəyini araşdırırıq, onları sadələşdiririk, kiçik parçalara ayıraraq həll etməyə çalışırıq. Diqqət etdinizdə analitik düşüncə nədir? Deməli, analitik düşüncə müxtəlif məlumatların təhlili, hissələrə parçalayaraq araşdırılması və belə deyək də analitik düşüncə daha çətin və mürəkkəb problemlərin həllində bizə kömək edən düşünmə formasıdır. Analitik düşüncə. Daha sonra analitik düşüncə haqqında nümunə göstərəcəyik. Ümumiyyətlə analitik düşüncə bizim
tənqidi düşüncə bacarığımızı formalaşdırır. Analitik düşüncə bizim yaradıcı təfəkkürümüzü formalaşdırır. Analitik düşünmə bizim təhlil etmə, tədqiqat aparmaq kimi bacarıqlarımızı formalaşdırır. Deməli, biz taksonomiyada təhlillə bağlı bir proses görəndə onu analitik düşüncə olaraq da götürə bilərik. Düzdür? Çünki təhlil etmədə də biz hər hansı bir prosesi tədqiq edir, axtarır, araşdırır, analiz edirik. Düzdür? Eləcə də analitik düşüncədə biz hər hansı bir çətin bir problemi nə edirik? Onun haqqında əvvəlcə təhlil aparırıq, araşdırırıq, tədqiq edirik. Daha sonra həmin problemi hissələrə parçalayırıq və hissələrə parçaladıqdan sonra başlayırıq artıq onunla bağlı olan prosesləri yerinə yetirməyə. Yəni daha da sadələşdirməyə, həll yolu tapmağa çalışırıq. Analitik düşüncə haqqında gəlin nümunələrə baxaq, daha aydın olsun bizə analitik düşüncə bacarığı. Deməli, ümumiyyətlə analitik düşüncəni biz necə formalaşdıra bilərik? Məsələn, riyazi məsələlər, zehin oyunları və yaxud da dedektiv kitabları, filmləri analitik düşüncə bacarığını formalaşdırır şagirdlərdə. Nümunəyə baxaq. Deyir, bir şəhərdə kitabxanaya üzvlük son il ərzində 40% azalıb. Araşdırma zamanı aşağıdakı məlumatlar aşkar edilir. Deməli, bizim problemimiz nədir? Kitabxanada üzvlük son bir il ərzində 40% azalmasıdır. İndi biz başlayırıq analitik düşüncəmizdən bunu keçirtməyə. Yəni, araşdırırıq ki, bunun səbəbləri nədir? Birinci səbəb ola bilər, şəhərdə yeni böyük ticarət mərkəzi açılıb və gənclərin vaxtının əksəriyyəti orada keçir. İkinci səbəb ola bilər, kitabxanada Wi-Fi köhnədir və tez-tez kəsilir, ona görə də tələbələr layihə üzərində işləyə bilmir. Üçüncü bir səbəb ola bilər, elektron kitab platforması həmin şəhərdə çox populyarlaşmağa başlayıb və abunə qiymətləri kitab kirayəsindən ucuzdur. Və digər bir səbəb ola bilər ki, kitabxana iş saatları qısaldılıb, əvvəl məsələn 22:00-a kimi açıq idisə, indi 19:00-da bağlanır. Deməli, bizim problemimiz şəhərdə kitabxanaya üzvlüyün son il ərzində azalmasıdır. Mən bunu parçalara ayırıram. Baxın, parçalara ayırdım. Müxtəlif təhlillər, araşdırma apardım. Müxtəlif səbəblər tapdım və bunlar üzərində mən analizlər apararaq həll yolları tapmağa çalışacağam. Ki, necə edə bilərik ki, artıq kitabxanaya üzvlük sayı da artsın. Baxın, analitik düşüncə budur. Və yaxud da Bakıda tıxac problemi var. Və Bakıda tıxac problemi çətin, mürəkkəb bir problemdir. Düzdür? Qlobal bir problemdir, yəni bizim ölkəmiz üçün. Və biz bu Bakıda tıxacı yaradan səbəbləri birinci axtarırıq, araşdırırıq, hissələrə bölürük, parçalayırıq. Ayrı-ayrılıqda məsələn Bakıda tıxacın səbəb olması əhalinin sayının artması ola bilər, rayon və yaxud kənd yerlərindən şəhərə axınlar ola bilər, iş yerlərinin daha çox Bakı şəhərində olması ilə əlaqəli ola bilər. Yəni mən bu problemin səbəblərini araşdırıram, ayrı-ayrı hissələrə parçalayıram, ayrı-ayrılıqda hər bir səbəbləri analiz edirəm, tədqiq edirəm və bunları həll yolu tapmağa çalışıram ki, bu analitik düşüncədir müəllimlər. Ümid edirəm, analitik düşüncə də aydın oldu hər birinizə. Və növbəti düşünmə forması, demək olar ki, bu düşünmə forması yeni çərçivə sənədində qeyd olunubdur. Produktiv düşünmə forması. Ümumiyyətlə, produktiv düşünmə nə deməkdir? Produktiv sözü latın mənşəli söz olub, məhsuldar, səmərəli, faydalı nəticə verən mənasında verilir. Yəni, produktiv insan məhsuldar insan deməkdir. Bu anlayış gündəlik həyatda, iş dünyasında, təhsil sahəsində və şəxsi inkişafla bağlı mövzularda tez-tez işlədilir. Produktiv insan və ya fəaliyyət az vaxt və enerji sərf etməklə daha çox və keyfiyyətli nəticə əldə edə bilən insandır. Yəni, nə qədər çox iş görməkdən daha çox, görülən işin nə qədər səmərəli və faydalı olması önəmlidir. Məsələn, mənim bir gün ərzində daha çox iş görməyimdən isə bir gün ərzində daha səmərəli, daha məqsədyönlü, nəticəyönümlü işlər görməyim deməkdir. Produktiv düşünmə forması. Produktivliyin əsas göstəricisi vaxtın düzgün bölünməsidir, planlı, məqsədli fəaliyyət göstərməkdir, keyfiyyətli nəticə əldə etməkdir və
təxirə salınmadan işlərin tamamlanması deməkdir. Produktiv insan vaxtını planlı şəkildə istifadə edir müəllimlər. Yəni qarşısına məqsəd qoyur və o məqsədə çatmaq üçün ardıcıl, fokuslanmış şəkildə çalışan insandır. Yalnız çox işləməklə deyil, düzgün işləməklə fərqlənən insandır produktiv insan. Məsələn, produktiv insan deyirik ki, məsələn, tutaq ki, mənim bu gün işim çoxdur. Həm video hazırlamalıyam, həm test hazırlamalıyam, həm dərs keçməliyəm. Yəni işim çoxdur da belə deyə. Produktiv insan odur ki, mən bu işlərimi nizama salıram, planlı şəkildə işləməyə başlayıram. Birinci video izahımı hazırlayıram, daha sonra testlərə keçirəm. Yəni məhsuldar vaxtımı düzgün bölüşdürərək nəticə yönümlü çalışa bilmək deməkdir. Produktivlik. Biz bunu 21-ci əsr bacarıqlarda da qeyd etmişdik. Həyati bacarıqlardan biri də produktivlik idi, yəni məhsuldarlıq idi. Fikrimizi yayındıran, çoxlu işlərimizin olduğu halda bizim nəticə yönümlü, yəni məhsuldar şəkildə, səmərəli şəkildə işimizi görməyimiz, fəaliyyətimizi görməyimiz demək idi. Produktiv düşünmə. Produktiv düşünmə dedik ki, məsəl üçün müəllimlər var, məsəl üçün çox savadlı müəllimdir, öz ixtisasını da peşəkar səviyyədə bilir, amma gedir imtahanda yaxşı nəticə əldə edə bilmir. Niyə? Vaxtını düzgün bölüşdürə bilmir. Niyə sistemli şəkildə çalışa bilmir? Bax, bu insanda deməli produktivlik yoxdur. Produktiv o insandır ki, məsələn, mənə 2 saat vaxt veribdilər imtahanda. Mən bu 2 saat ərzində elə planlı çalışmalıyam da, vaxtımı elə düzgün bölüşdürməliyəm ki, həm ixtisas suallarına, həm də kurikulum suallarına vaxtım qalsın, hətta onları bir dəfə nəzərdən də keçirə bilim və düzgün şəkildə vaxtımı bölüşdürüb, sonda da səmərəli bir nəticə əldə edə bilim. Bax, bu produktivliyə bir nümunədir. Keçid edirik digər düşünmə forması. Bu da yeni çərçivə sənədində qeyd edilən bir düşüncədir. Praktik düşüncə. Produktiv dedik məhsuldar çalışmaqda, vaxtımızı düzgün planlı şəkildə bölüşdürüb səmərəli nəticə əldə edə bilməyimizdir. Bəs yaxşı, produktivlikdən əlavə praktik düşünmə forması nədir? Deməli, əziz müəllimlər, praktik düşünmə forması insanın real şəraitdə mövcud olan imkanları, resursları və məhdudiyyətləri nəzərə alaraq ən əlverişli, ən tez və ən effektiv həll tapmaq deməkdir. Deyirik, biraz praktik olaq. Yəni praktik bir çözüm yolu tapaq. Yəni nə etmək daha rahatdır və hazırki vəziyyətdə hansı yol daha yaxşı işləyəcək? Sualın cavabıdır. Praktik düşünmək nəzəriyyə yox, real həyat üçün işlək həll tapmaq deməkdir. Gəlin nümunələrlə aydınlaşdıraq. Birinci nümunədə deyir, şagird deyir ev tapşırığını unudub, dərsə isə 10 dəqiqə qalıbdır. İndi praktik düşünən insan nə edər? Qeyri-pratik düşünən insan nə edər? Qeyri-pratik düşünən insan panikaya düşərər və bütün tapşırığı yetişdirməyə çalışır. Halbuki 10 dəqiqə vaxtı var. Bəlkə də bu panika onu elə edəcək ki, heç tapşırıqları tam da çatdıra bilməyəcək, hətta heç bəlkə çatdıra da bilməyəcək. Bu qeyri-pratik düşüncədir. Bəs yaxşı, pratik düşüncədə olan insan nə edər? Ən vacib hissəni yazar, qalanını dərsdə müəllimdən əlavə vaxt istəyər. Yəni praktik çözüm yolu tapır da problemə. Yəni nə etsəm daha rahatdır. İkinci nümunə. Evə gedirsiniz, amma əsas yol tıxacdır. Yəni evə getdiyiniz yolun əsas yolun tıxac olduğunu görürsünüz. Praktik düşünən insan nə edər? Alternativ kiçik küçə seçib vaxt itirmədən evə çatmağı düşünər. Düzdür? Bu nədir? Praktik düşüncədir. Və yaxud da evinizə qonaq gələcək, amma ev tam qarışıqdır və sizin 15 dəqiqəniz var. Məsələn, praktik düşünən insan nə edəcək? Əvvəl görünən yerləri sərgiyə salacaq. Adətən biz elə idi. Məsələn, ani bir evə zəng gəlir, qonaq gələcək. Tez məsəl üçün panikaya düşmürük, praktik çözüm yolu tapırıq. Nə edə bilərəm? Gözlə görülənləri götürüm. Yəni dərindən durub təmizlik işi görməyəcəm ki 15 dəqiqə ərzində. Yəni əvvəlcə görünən yerləri sərgiyə salacağam, qalan xırda işləri sonra edəcəm. Və yaxud da başqa bir nümunəyə keçid edək praktik düşüncə ilə bağlı. Məsələn, telefonunuzda yaddaş doludur, yeni proqram yükləmək olmur. Qeyri-pratik düşünən insan fikirləşir ki, gedib yeni telefon almağı düşünür.
Amma praktik düşünən insan deyir ki, artıq şəkilləri silərəm və ya buluda köçürərəm. Düzdür? Bu praktik düşüncədir. Deməli, ümumiyyətlə praktik düşüncədə biri var, biz hər hansı bir məsələ haqqında duraq, uzun-uzadı düşünək, fikirləşək, bir başqa, nə bilim, mürəkkəb çıxış yolları axtaraq. Yox, praktik düşüncə sadə həll yolu tapmağa çalışır, rahatlıqla məsələni ən effektiv şəkildə, ən praktik şəkildə həll etməyə çalışır. Yəni telefonum yaddaşı dolubdur. Mən gedib yeni telefon almaqdansa, gedərəm, nə edərəm? Eee, lazımsız şəkilləri silərək boşalda bilərəm. Düzdür? Baxın, bu praktik düşüncə olacaq. Deməli, növbəti düşünmə forması abstrakt düşüncədir. Abstrakt düşüncə mücərrəd düşüncədir. Yəni abstrakt düşüncə insana görünməyən, toxunulmayan, birbaşa müşahidə olunmayan anlayışları dərk etməyə və onlar haqqında düşünməyə imkan verən təfəkkür formasıdır. Yəni başqa sözlə desək, real obyekt olmadan simvol, məna, ümumiləşdirmə və əlaqə üzərində düşünmə bacarığıdır. Bu düşüncə növü məntiqi əlaqə qurmağa, ümumiləşdirməyə, səbəb-nəticə əlaqələrini belə deyək də, üzə çıxarmağa kömək edir. Məsələn, abstrakt düşüncə deyirik ki, mücərrəd düşüncədir. Yəni biz necə düşünürük buna? Məsələn, buna bir nümunə tutalım ki, göstərək. Deyir ki, Türkiyədə yerləşən Göbəkli Təpədə sütunların hər biri 10-15 ton çəkir. Şəkildə də məsələn, baxın, burada göstərilibdir. Belə bir Göbəkli Təpə adlanan yer var Türkiyədə və burada sütunlar var və sütunların da çəkisi 10-15 tondur. Və ən maraqlısı odur ki, kompleksin inşa olunduğu dövrdə metal alətlər, təkər belə mövcud olmayıbdır. Və şagird abstrakt düşünür. Abstrakt düşünərək deyir, texnologiyasız dövrdə bu tonlarla ağırlıqda sütunları kəsmək, yonmaq, kilə qaldırmaq, qaldırmaq üçün, yəni daha doğrusu onu qaldırmaq üçün insanlar hansı kollektiv fiziki və ya mühəndislik əlilindən istifadə etmiş ola bilər? Baxın, bu abstrakt düşüncədir və artıq mən bunun haqqında mücərrəd düşüncədir də. Yəni necə ola bilər? Texnologiya yox idi, nə bilim, digər alətlər yox idi. Bəs həmin dövrdə bu ağırlıqda sütunları necə ora gətirə bilərlər? Bax, bu cür düşüncə abstrakt düşüncədir. Adicə Misir piramidaları haqqında bəzən biz düşünürük ki, yəni o dövrdə yox idi da, texnologiya yox idi, nə bilim, mühəndislik yox idi, kəsmək yox idi, nə bilim, başqa bir alətlər yox idi. Bəs piramidaların o daşları neçə ton və yaxud da ağırlıqdadır da, belə deyək. Necə olubdur? Onu insanlar ora necə gətiribdilər, necə düzübdülər, necə baş veribdir? Yəni bunun haqqında mən düşünürəm. Bu abstrakt düşüncəyə aid olacaq müəllimlər. Deməli, bu da abstrakt düşüncə haqqındaydı. Keçək növbəti düşünmə formasına. Növbəti düşünmə forması konvergent və divergent düşünmə formasıdır ki, hansı ki bu düşünmə formaları bizim yaradıcı təfəkkürümüzün inkişafında mühüm rol oynayan düşünmə formalarıdır. Bu konvergent və divergent düşüncələrinin bir-biri ilə müqayisəsi var. Divergent düşünmə yenilikçi, daim axtarışda olan insanlarda. Konvergent düşünmə isə tənbəl, hazıra nazir, özünü çətinliyə verməyən insanlardır. Deməli, divergentlər daha yaradıcıdır, yenilikçi insanlardır. Amma konvergentlər isə tənbəl insanlardır. Gəlin baxaq onlara aid xüsusiyyətlərə. Baxın, divergentdə olanlar deyir ki, ideyalarını generasiyasına xidmət edir, yəni ideyalarını ümumiləşdirməsinə xidmət edir. Çoxsaylı perspektivdən baxma var, alternativ yollar axtarma var, əlavə fikirlər tapmaq var, yeni ideya axtarışında olurlar, ideya və fikirlər toplama prosesində fərqli yanaşma ilə seçilirlər. Yəni divergent düşünən insan bir yolla kifayətlənmir, başqa alternativ yollar axtarmağa çalışır. Divergent düşünən insanlar hazıra nazir insanlar deyil. Onlar fikirləşməyi, düşünməyi çox sevirlər ki, əlavə fikirlər tapsınlar, başqa alternativ yollar axtarsınlar, yeni ideyalar irəli sürsünlər və bu da onların təbii ki, daha çox vaxt aparmasına, daha çox düşünməsinə səbəb olur ki, gec nəticəyə gəlirlər, çünki çox düşünürlər bu haqda. Bu
divergent düşünməyə aid xüsusiyyətlərdir. Yenə də deyirəm, divergent düşünən insanlar daha çox yenilikçi, yaratmağa meyilli, çoxlu həll yolları axtaran insanlardır və divergent düşünən insanlar belə deyək də daha fərqli düşünürlər, daha yaradıcı düşünürlər. Konvergent düşüncədə olan insanlar necədir? Bəzi konvergent düşüncədə olan insanlar bir yolla kifayətlənirlər. Onlar fikirləşirlər ki, sualın bir düzgün cavabı və yaxud da bir mümkün həll yolu var. İndiyədək istifadə olunmuş yollar düzgün yol hesab edirlər və başqa yolu axtarmırlar. Yeni fikirlər tapmaqda əziyyət çəkirlər. Yəni düşünmürlər də, yeni yaradıcı heç nə düşünmürlər. Tez nəticəyə gəlmə qabiliyyəti yüksək olur. Məsələn, divergentlər dedik, gec nəticəyə gəlirlər, çünki onlar axtarışdadırlar. Amma konvergentlər tez nəticəyə gəlirlər, çünki axtarışda deyirlər, var olanlardan istifadə edirlər və ideya və fikirləri qiymətləndirərək seçməyi bacarırlar. Yəni var olan fikirləri sadəcə olaraq qiymətləndirərək seçirlər. Amma divergentdə isə ideya və fikirləri toplama prosesi, yəni axtarırlar, yeni ideya və fikir axtarışında olurlar. Deməli, necə oldu? Konvergentlər hazıra nazir tənbəl insanlar oldu. Onlar yeni fikirlər axtarışında olmurlar, var olanlardan istifadə etməyə çalışırlar. Divergentlər isə daha çox yenilikçi olurlar, onlar daim axtarışda olurlar. Məsələn, tutaq ki, müəllim uşaqlara tapşırır ki, bir texnologiya dərsində bir quş yuvası hazırlasınlar. İçərisində quş da olsun, nə bilim, yumurtası da olsun. Quş yuvası hazırlamağı tapşırır. İki cür şagird ola bilər. Məsələn, bir şagird gələcək evdə fikirləşəcək ki, quş yuvası necə düzəldə bilərəm? İnternetdən axtaracaq, araşdıracaq araşdıracaq, ya rəngli karton kağızlardan istifadə edərək quş yuvası düzəldəcək və yaxud da ağacların budaqlarından xırda budaqlarını birləşdirərək, yapışdıraraq bir quş yuvası düzəltməyə çalışacaq. Amma konvergent düşünən insan necə insandır? Konvergent düşünmür. Yəni yeni bir şey axtarmağa çalışmır. Varsa ondan istifadə edəcək. Məsələn, gedəcək hazır alacaq, onları birləşdirəcək, ondan sonra aparacaq. Yəni özü yeni nəsə etməyə və yaxud da nələrsə özü düzəltməyə çalışmayacaq. Ona görə də biz buna deyirik ki, bu konvergent düşünən insandır. Yeni yol axtarış etmir, var olanlardan istifadə edir. Bunlar isə nə idi? Konvergent düşüncəyə aid olan fikirlər idi. Düşünmə formaları bu qədər müəllimlər. Bunlar bizim təfəkkürümüzü formalaşdıran düşünmə formalarıdır. Hər bir düşünmə forması bizim müəyyən təfəkkürümüzün formalaşmasında, düşünmə prosesimizin formalaşmasında böyük rol oynayan düşünmə formaları idi. Bugünkü mövzumuz bu qədər. Növbəti mövzuda görüşərik. Hələlik.